Mayın birini həmişə Sovetlər Birliyində vaxtı qeyd eləmişik. Bu günlərim mayın biridir. Bugün qırmızı soğan sahəsindəyik. Qırmızı soğanlarımız yetişmək üzrədir. Yəni bunlar belə deyim də yetişməsə içərisi qızarmır. Belə bir şey var. Ona görə göstərirəm ki, bu elə bir böyük olan sahə deyil. Belə 80 sot, 70 sot, 60 sot belə yerimizdir. Soğanlarımız da hamısı bu şəkildədir. Bax, bu formadadır qırmızılığı. Yaxından qardaş, çək görüm bunları. Yaxından çək görürsün də. Bu formada qırmızılığı var. Soğanlarımın kökünü göstər. Yaxınlaşdırırsan mı? Bax, kökləri də belədir. Gəbərim. Bax, bu formadadır. İndi növbəti soğanımızı göstərəcəm. O da heç də Özbəkistanın soğanından geri qalan soğan deyil. Dostlar, bayaqki söhbətin davamıdır. İndi də bu, belə deyim, Rusiya gedəsi soğanımızdır, Rusiya. Belə baxırsınız. Təmiz baş hissəsi quruyubdur, qarğı demək olar ki, yoxdur. Soğanımız burada, yarısı bu hissədədir, yarısı başqa hissədədir. Yenə bayaq kimi dedim. Bura bugün ayın biridir. Bərdə rayonu Mirzəxan kəndidir. Mənim də adım Rasimdir. Rasim. Bərdiyə gəlsəz, Mirzəxana gəlsəz, məni soruşsaz, Rasimi hamı tanıyır ərazidə. Soğan sahəsinə yaxınlaşmaq üçün. Soğanımız da baxırsınız. Bu qaydadadır rənginə, qızarmağını deyirəm, yəni. Qızarmış soğanlarımız var, bax, belə. Soğanımızın rəngi ağ deyil. Ağ deyil, artıq soğanımızın rəngi gəlir özünə. Qızarıbdır. Baxırsınız da. Düzdür. Boğazı tam düşmüyor ama